Salam değerli izleyiciler. Türk Dünyası az haber verir ki 21 sentyabr 2024 il tarixdə Masallı rayon Ərəb kəndində antiterror şəhidi Babayev Sahil Sarbalaoğlu'nun cənnətdəki birinci il dönümü qeyd olunub. Məlumat üçün bildirək ki, mərasimdə rayon icra hakimiyyətinin rəsmiləri, Daxili İşlər Nazirliyinin əməkdaşları General Mayor Zamin Həsənov və rayon polis şöbəsinin rəisi Ayaz Ağayev, rayon təhsil idarəsinin kollektivi, şəhid ailələri, vətən müharibəsi qaziləri və ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi mərasimdə şəhidin məzarı üstə gül dəstələri düzülərək əziz xatirəsi böyük ehtiramla yad edilib, ruhuna dualar oxunub. Qeyd edək ki, şəhidimizin atası Sarıbala Babayev Müqəddəs Hacıyev adlı ümumi tam orta məktəbin direktorudur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Sallallahu aleyke ya Eba Abdillah Sallallahu aleyke ya Resulillah Salam renklere ot Salam renklere ot Sahil Babayev'in birinci il dönümünde Masallı rayon Salam yüreklere Ərəb kəndinin məscidində verilir və burada din xadimləri, icra nümayəndələri, reislər, nazirliklərlə bərabər din xadimləri və şəhid ailələri, atalar da iştirak edir. Ne tek ata ya ana ya bacı kardeşa ya da eyler eser yandıran zamanı. Təşəmmülim salam. Baxanda şəklinə Allah sizdən razı olsun. Şəhidi dönümlərdə iştirak edirsiniz. Gərək qoyan hamı bu gəmdə